Naxçıvan şəhər icra hakimiyyətində 8 noyabr Zəfər gününün 5-ci il dönümü və 9 noyabr Dövlət Bayrağı günü münasibəti ilə tədbir keçirilib. Naxçıvan şəhər icra hakimiyyətinin başçısı Cabbar Musayev bildirib ki, 8 noyabr Zəfər günü və 9 noyabr Dövlət Bayrağı günü Azərbaycan xalqının qürur və iftixar mənbəyi olan tarixlərdir. Bu iki tarixi gün xalqımızın azadlıq, suverenlik və milli birliyinin təcəssümüdür. Vurğulanıb ki, Azərbaycan Respublikasının prezidenti Müzəffər Ali Başkomandan İlham Əliyevin rəhbərliyi ilə başlanan vətən müharibəsində ordumuzun rəşadəti, xalq iqtidar birliyi və milli həmrəyliyi sayəsində torpaqlarımız işğaldan azad olunub, ölkəmizin ərazi bütövlüyü bərpa edilib. İcra hakimiyyətinin başçısı bildirib ki, şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğı dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Bu məqsədlə Naxçıvan şəhər icra hakimiyyətində də bu kateqoriyadan olanların sosial ehtiyaclarının öyrənilməsi və həlli ilə bağlı müvafiq şöbə fəaliyyət göstərir, şəhid ailələri və qazilər daim diqqətdə saxlanılır. Tədbirdə Yeni Azərbaycan Partiyası Naxçıvan şəhər təşkilatının sədri Elman Cəfərli, şəhid Sahil Məmmədovun anası Sahilə Məmmədova və vətən müharibəsi iştirakçısı Pərviz Muradov çıxışlarında Azərbaycan ordusunun qəhrəmanlığı, xalq dövlət birliyinin sarsılmazlığı, şəhidlərin əziz xatirəsinin əbədiləşdirilməsi istiqamətində görülən işlərdən bəhs ediblər. Tədbirin bədii hissəsində vətənpərvərlik ruhunda mahnılar səsləndirilib və kompozisiyalar nümayiş etdirilib. Xosrov İbrahimov, Atabey Səyyad, Cəmil Məhərrəmov, NTV Xəbər.